Salam əziz quşçuluq həvəskarları. Bu gün cücələrdə ağciyər problemləri və tənəffüs sistemi xəstəlikləri haqqında ətraflı danışacağıq. Cücələrin sağlam inkişaf etməsi üçün tənəffüs sisteminin normal işləməsi çox vacibdir. Ağciyərlər orqanizmi oksigenlə təmin edir və bütün orqanların fəaliyyətinə kömək edir. Əgər ağciyərlərdə və ya tənəffüs yollarında hər hansı problem yaranarsa, bu cücələrin inkişafına, çəki artımına və ümumi sağlamlığına mənfi təsir göstərə bilər. Bir çox quşçuluq təsərrüfatlarında rast gəlinən əsas problemlərdən biri tənəffüs xəstəlikləridir. Bu xəstəliklər müxtəlif səbəblərdən yarana bilər. Ən geniş yayılmış səbəblərdən biri pis saxlanma şəraitidir. Tövlədə havalandırmanın zəif olması nəticəsində ammonyak qazı toplanır. Ammonyak quşların tənəffüs yollarını qıcıqlandırır və onları xəstəliklərə daha həssas edir. Rütubətin yüksək olması da mühüm risk faktorudur. Yaş və çirkli altlıq bakteriya və göbələklərin çoxalması üçün əlverişli mühit yaradır. Nəticədə cücələrin tənəffüs sistemində problemlər meydana çıxa bilər. Bundan əlavə, temperaturun kəskin dəyişməsi, soyuq hava axınları və həddindən artıq sıxlıq da xəstəlik riskini artırır. Cücələrdə ağciyər problemlərinin ilk əlamətlərini vaxtında görmək çox vacibdir. Xəstə quşlar adətən halsız görünür, yemə maraqları azalır və inkişafdan qalırlar. Bəzən onlar ağızlarını açaraq nəfəs alır, xırıltılı səslər çıxarır və ya tez-tez boyunlarını uzadaraq nəfəs almağa çalışırlar. Burun axıntısı, gözlərdə yaşarma və şişkinlik də müşahidə edilə bilər. Tənəffüs problemlərinin səbəbi hər zaman eyni olmur. Bəzi hallarda bakterial infeksiyalar rol oynayır. Digər hallarda viruslar və ya göbələk mənşəli xəstəliklər səbəb olur. Məhz buna görə, yalnız əlamətlərə baxaraq dəqiq diaqnoz qoymaq çətindir. Müalicəyə başlamazdan əvvəl problemin səbəbini müəyyən etmək vacibdir. Quşçuluqda profilaktika həmişə müalicədən daha effektiv hesab olunur. İlk növbədə tövlədə yaxşı havalandırma təmin edilməlidir. Hava daim təzələnməli, lakin birbaşa soyuq külək quşların üzərinə vurmamalıdır. Altlıq quru saxlanmalı və mütəmadi dəyişdirilməlidir. Yem və su qabları təmiz olmalı, çirkli suyun istifadəsinə yol verilməməlidir. Vaksinasiya proqramına əməl etmək də çox vacibdir. Bir sıra tənəffüs xəstəliklərinin qarşısını vaksinlər vasitəsilə almaq mümkündür. Hər təsərrüfatın şəraiti fərqli olduğundan vaksin proqramı da dəyişə bilər. Buna görə baytar həkimin tövsiyələrinə əməl etmək lazımdır. Qidalanma da cücələrin immun sisteminə birbaşa təsir edir. Keyfiyyətli yemlə bəslənən quşlar xəstəliklərə qarşı daha davamlı olur. Vitamin və mineral çatışmazlığı olan quşlarda isə infeksiyalara yoluxma riski artır. Xüsusilə A, D və E vitaminləri quşların sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Təsərrüfatda gündəlik müşahidə aparmaq faydalıdır. Əgər bir neçə quşda eyni anda nəfəs alma problemi, halsızlıq və ya iştahsızlıq müşahidə olunursa, vəziyyətə dərhal diqqət yetirilməlidir. Erkən müdaxilə xəstəliyin yayılmasının qarşısını ala bilər. Bəzən yetişdiricilər hər tənəffüs problemini antibiotiklə həll etməyə çalışırlar. Lakin unutmaq olmaz ki, bütün xəstəliklər bakterial mənşəli deyil. Virus xəstəliklərində antibiotiklər birbaşa təsir göstərmir. Buna görə də dərmanlardan istifadə etməzdən əvvəl mütəxəssis məsləhəti almaq daha düzgün yanaşmadır. Sağlam təsərrüfat yaratmaq üçün təmizlik, düzgün qidalanma, keyfiyyətli su, yaxşı havalandırma və vaxtında profilaktik tədbirlər əsas şərtlərdir. Bu qaydalara əməl etməklə tənəffüs problemlərinin böyük hissəsinin qarşısını almaq mümkündür. Nəticə olaraq deyə bilərik ki, cücələrin ağciyər sağlamlığı onların ümumi inkişafında həlledici rol oynayır. Erkən əlamətləri tanımaq, saxlanma şəraitini yaxşılaşdırmaq və profilaktik tədbirlərə diqqət yetirmək hər bir quşçuluq təsərrüfatı üçün vacibdir. Sağlam cücələr daha sürətli inkişaf edir, daha yaxşı nəticə verir və təsərrüfatın uğuruna töhfə verir. Videoya baxdığınız üçün təşəkkür edirəm. Quşçuluq və cücə yetişdirilməsi ilə bağlı daha çox faydalı məlumat üçün bizi izləməyi unutmayın. Sağlam və məhsuldar təsərrüfatlar arzulayırıq.